Salam değerli izləyicilər, 7 fevral 2026-cı il əsgərliyə getdikdən 10 gün sonra vəfat edən Coşqun Sadıqov vərəm xəstəsiymiş. Bu barədə hərbi ekspert paylaşım edib və onun atasız böyüməsi ilə bağlı da məlumatlar var. Ədalət Verdiyev bildirib ki, vərəm xəstəsinin minlərlə şəxsi heyətin olduğu hərbi hissəyə göndərmək böyük risklər vəd edir. Əgər əskər xəstə idisə hərbi xidmətə niyə göndərilib? Hərbi hissə niyə xəstə əskəri geri qaytarmayıb? Yox, əgər əskər sağlam idisə, niyə 10 gün ərzində xəstələndi və dünyasını dəyişdi? Bütün suallara cavab tapılmalı, günahkarlar qanun çərçivəsində cəzalanmalıdır. Yeri gəlmişkən, bu barədə ötən günkü paylaşımda mən də eyni mövqeyimi açıqlamışam və həmin paylaşıma rəy yazan hərbi bloger Tofiq Şahmuradov isə bildirib ki, rəhmətə gedən əskərin yaxınları biraz öncə mənimlə əlaqəyə çıxdılar. Atası yoxdur, anası böyüdüb. 25 yaşı olub, ağır vərəm xəstəsiymiş, bir neçə dəfə xəstəliyə görə həyati təhlükə yaşayıb və bu səbəbdən 7 il hərbi xidmətə aparılmayıb. Buna baxmayaraq, bu çağırışın son günlərində qəfil göndərilib. Belə ağır vərəm xəstəsi yüzlərlə əskərin içinə necə göndərilib? Bu, orduya qarşı böyük təxribatdır. Vərəm xəstəliyi keçicidir, insanlar yoluxa bilər. Əskər xidmətə gedəndən 4-5 gün sonra vəziyyəti ağırlaşıb xəstəxanada vəfat edib. Qeyd edək ki, quru qoşunlarında xidmət edən Coşqun Sadıqov vəfatından 10 gün əvvəl yanvar ayının 26-sında hərbi xidmətə aparılıbmış.